Guinness dünya rekordlarına düşməmişdən hardasa təxminən 10 dəqiqə öncə daha çox həyəcanlıydım sanırdım, amma hal-hazırda daha çox həyəcanlıyam. Niyə? Çünki inanmırdım ki, bu məndə olar. Əslində biraz inanırdım, sadəcə tam bu cür bu imkanlarla bunu bacaracağıma inanmırdım. Bugün məni dəstəkləməyə gələn hər kəsə çox təşəkkür edirəm. Öz yaxınlarım, sizlər, bütün media şirkətləri, media TV kanalları çox sağ olun, çox təşəkkür edirəm ki, gəlib bugün bu uğuru bizimlə bir yerdə işıqlandırırsınız. Öz ailəmə təşəkkür edirəm, məşqçilərimə təşəkkür edirəm. Həqiqətən Azərbaycanın adının Guinness Dünya Rekordlar kitabına qızıl hərflərlə yazdırmaq asan deyil və mən bunu bacardım. Birinci alınmırdı, məqs edir. Həyəcan var idi. Həyəcan ilk başlarda öz sözümüz idi və ona görə biraz ilk başlarda alınmadı. Bu bunun həm də federasiyanın 100 illiyinə də təsadüf edir. Bəli, təsadüf eləməyi mənim üçün həqiqətən sevindirici oldu. Həm federasiyanın 100 illiyi, həm də mənim bu uğurum bizim üçün belə deyək, sevindirici oldu.